أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس. Bismillahirrahmanirrahim. Əziz və möhtərəm izləyicilər, yenə də sizi salamlayırıq. Mübarək Ramazan ayının bu günündə də ibadətləriniz qəbul olsun deyirik. Namaz, oruclarınız qəbul olsun. Bugün nəfs haqqında istəyirik danışaq. Nəfs necə bir bəladır, nəfs necə bir belə deyək ki, məxluqdurmu, necə bir yaradılışdır, bizi haralara apara bilər, bununla mübarizə lazımdırmı, vacibdirmi, nəfs bizim düşmənimizdirmi? Bu kimi suallara inşallah cavab axtaracağıq. Qonağımız Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru, Qalakənd məscidinin imamı Elnur Əzimlidir. Salamlayıram Elnur müəllim, yenə də xoş gördük sizi. Bismillahirrahmanirrahim. Elhamdülillah, əssalatu vəssalamu alə Rasulillah. Mən də sizi salamlayıram və tamaşaçılarınıza salamlayıram Oqtay bəy. Nəfs haqqında danışırıq. Nəfs həqiqətən əhəmiyyətli bir mövzudur. Allah Taala insanı ən yüksək məxluq, əşrəf məxluqat olaraq yaradıb və insana bir çox xüsusiyyətlər yükləyib. Bu xüsusiyyətlər insanı bir insan olaraq həm xeyrə, həm də şərə yönləndirə bilən xüsusiyyətlərdir. Eyni zamanda Allah Taala insana iradə verib ki, bu iradə vasitəsilə insan xeyri və şərri seçə bilər.
Nəfs də Allah Taala'nın insana, bəşər övladına yüklədiyi xüsusiyyətlərdən biridir. İnsan olaraq nəfs insana məxsus bir şeydir. Yəni mələklərdə nəfs olmaz. Və insan bu nəfsi sayəsində, nəfsini tərbiyə etmə bacarığı ilə yüksəlir və ya alçalır. Sualınıza gəlsək, nəfs nədir? Bunu istəyirsiniz əvvəlcə lüğəvi mənasını izah edək ki, tamaşaçılarımıza da daha aydın olsun. Nəfs Quran-Kərimdə çox təkrar olunan bir kəlmədir. Fərqli formalarda, fərqli mənalarda ifadə olunan kəlmədir və eyni zamanda deyə bilərik ki, nəfsin bir çox mənası var. Nəfs şəxs, can, qəlb, ruh və yaxud da insan bir çox mənalarda, ayətlərdə yerinə görə nəfs kəlməsi işlənir və biz bunu fərqli mənalarda başa düşə bilirik. Və istilahi mənası isə odur ki, nəfs insanda var olan və onu arzuların, meyillərin, istəklərin arxasıca yönləndirən bir daxili gücdür. Yəni insanın xam nəfsi, tərbiyə olunmamış nəfsi əslində insanı öz arzularının, şəhvətinin, həva və həvəslərin arxasıca düşməyə məcbur edən, sövq edən bir duyğudur. Bunu bu şəkildə də izah edə bilərik. Şeytan bildiyimiz kimi insanın düşmənidir. Bu xarici bir qüvvədir. Yəni insana nəfsinə təlqin edir, ona pisliyə yönəlməyi, pis işlər görməyi, belə deyək, sövq edir, təlqin edir və insan o pis işlərə yönəlir. Nəfsi isə daxildən insanı pis şeylərə sövq edir və insan əgər nəfsinin sözünə qulaq assa, bu zaman günaha düşər və pis işləri görə bilər. Və bunun misalları Quran-Kərimdə çoxdur. Öz nəfsinin istəklərinə uyaraq günah iş görən və yaxud da nəfsinin istəklərinə uyaraq, nəfsinin sövq etdiyi tərəfə yönələrək Allahdan uzaqlaşan insanların çoxlu örnəkləri var Quran-Kərimdə. İlk başda deyə bilərik ki, Adəm Aleyhisselamın övladı Qabil öz nəfsinə uyaraq qardaşı Habili öldürür. Və bu da Quran-Kərimdə o nəfsi onu bu işə sövq etdi buyurulur. Bundan başqa yenə Yusuf Aleyhisselamın qardaşları, Yaqub Aleyhisselamın övladları öz qardaşlarını bildiyimiz kimi Yusuf surəsində də qeyd olunur. Öz qardaşlarını quyuya atırlar, daha sonra gəlib atalarına qardaşlarının öldüyünü deyirlər. Hətta onun köynəyini qana bulayaraq gətirib atalarına təqdim edirlər. Və orada da yenə Yaqub Aleyhisselam bu nəfsiniz sizi bu işə sövq etdi deyir. Yəni nəfsin əslində onları üçün təhlükəli bir düşmən olduğunu, nəfslərinə uyduqları təqdirdə insanı nəfs çox xoşa gəlməz yerlərə apara biləcəyinin örnəkləri çoxdur bu dediyimiz örnəklərdə olduğu kimi. Və bundan başqa deyə bilərik ki, nəfs elə bir hissdir ki, şeytan bəzən, yəni insan şeytanın təlqinlərindən uzaqlaşa bilər. Özünü şeytanın təlqinlərinin bir çoxundan qoruya bilər. Ancaq nəfs daxildə olduğu üçün və insana daxildən təşviqlər verdiyi üçün, insanı daxildən sövq etdiyi üçün insan nəfsinə qarşı çox zaman daha gücsüzdür. Və xüsusən nəfslə şeytan əlbir olduqda insanı çox asanlıqla məğlub edə bilirlər. Şeytan haqqında Quran-Kərimdə buyurulur, əduvvun mubin deyə keçirir. Yəni açıq-aşkar sizin düşməninizdir. Ümumiyyətlə buna oxşar bir ayətlər varmı nəfs haqqında deyilsin? Yəni nəfsin düşməni, nəfsin düşmən olaraq qabardılması varmı mənbələrdə? Əslində Oqtay bəy, nəfs tam olaraq düşmən deyil. Nəfsi tamamilə mütləq şəkildə düşmən deyə bilmərik. Yəni qeyd etdiyiniz kimi şeytan açıq şəkildə bizim düşmənimizdir insan olaraq. Allah Taala buyurur ki, şeytan sizin açıq-aşkar düşməninizdir. Ancaq nəfs haqqında bu söylənilmir. Nəfs əslində xeyir və şərrin mübarizə meydanıdır. İnsanın daxilində xeyir və şərrin mübarizə meydanıdır. Biz deyə bilərik ki, tərbiyə olunmamış nəfs bizə düşməndir. Çünki bizi pisliklərə sövq edir. Bizi yanlış işlərə, arzularımızın, həvəslərimizin, belə deyə bilərik, həva və həvəsimizin arxasınca düşməyə bizi sövq edir. Belə deyə bilərik də, övlad əgər tərbiyə olunmasa, insana belə deyək, rəhmət gətirməyəcək ata-anaya da, söyüş gətirəcək və yaxud cəmiyyətdə fəsad işlər görəcək. Yəni hardasa buna bir bənzərlik var da, yəni övlad tərbiyə olunmalıdır, nəfs də tərbiyə olunmalıdır. Bəli, çox gözəl vurğuladınız Oqtay bəy. Həqiqətən nəfs tərbiyə olunmağa möhtacdır. Əgər tərbiyə olunmasa, o zaman insana düşmən olar. Çünki insanı hər zaman pis vəziyyətə düşürlər. İnsanı hər zaman günaha sövq edər. İnsanı hər zaman belə deyək, həm insanların gözündən, həm Allahın nəzərindən düşürər. Çünki nəfs elə bir hissdir ki, digər duyğuları özünə tabe edə bilir.
Məsələn, insan çox ağıllı ola bilər, ancaq nəfsinə tabe olacaq. Çünki nəfs ağıldan daha güclüdür. İnsan nəfsinə tabe olduqda o onda var olan ağlı nəfsinin istəklərini həyata keçirmək üçün istifadə edəcək. Yəni ağıllı şəkildə nəfsinin ardınca düşəcək. Ona görə deyə bilərik ki, nəfs tərbiyə olunmasa insanın düşmənidir. Hətta digər duyğularını da özünə tabe edə bilər. Ancaq nəfs tərbiyə olunmalıdır. Quran-Kərimdə nəfs haqqında buyurulur ki, Bismillahirrahmanirrahim. Və nəfsi və mə səvvəhə fəəlhəməhə fucurəhə və təqvəhə qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. Nəfsə və onu yaradana və ya ona biçim verənə, ona nizam verənə and olsun. Və ona ilham edənə, ona yaxşılığı və təqvanı, yəni yaxşı işlər görməyi və ona pis işlər görməyi, daha doğrusu fücuru və təqvanı ilham edənə and olsun. Qad əfləhə mən zəkkəhə, onu təmizləyən, yəni nəfsini təmizləyən, saflaşdıran nicat tapmışdır, qurtuluşa çatmışdır. Və qad xabə mən dəssəhə, onu batıran isə, onu günahlara batıran, onu çirkləndirən isə ziyana uğramışdır, xüsrana uğramışdır. Və burada da ayətdə də gördüyümüz kimi kim nəfsini təmizləyərsə, o qurtuluşa çatacaq, o xilas olacaq. Ancaq kim nəfsini batıracaqsa, günahlara batıracaqsa, nəfsinin ardınca düşəcəksə, nəfsinin istəklərini həyata keçirmək üçün belə deyək, ömrünü həsr edəcəksə, o ziyana uğrayanlardan olacaq. Yenə bu barədə Həzrət Peyğəmbər də bir çox hədislərdə nəfslə qarşı mübarizə aparılmasından bəhs edir. Buyurur ki, Həzrət Peyğəmbər ağıllı insan odur ki, o nəfsini hesaba çəkər və ölümdən sonrası üçün hazırlaşar. Bunun ərəbcəsi bu şəkildə keçir. Əl-keyyis mən dənə nəfsəhu və amilə limə bə'dəl məvt. Ağıllı kəs, dərrakəli kəs odur ki, nəfsini hesaba çəkər və ölümdən sonrası üçün hazırlaşar. Bədbəxt şəxs isə odur ki, həvasının arxasınca düşər, nəfsinin arxasınca düşər və yenə də Allaha xeyir ümid edər. Yəni Allahın onu xilas edəcəyini, Allahın onu cənnətinə qoyacağını ümid edər. Halbuki nəfsinin arxasınca düşüb, ancaq yenə də ümidlidir. Bu yalançı ümid həqiqətən şeytan tərəfindən insana verilir və Həzrət Peyğəmbər öz hədisində bu şəkildə nəfsinin arxasınca, nəfsinin həva və həvəslərinin arxasınca düşüb, yenə də boş-boşuna ümid edən şəxsi bədbəxt, aciz şəxs adlandırır. Və bu şəkildə deyə bilərik ki, müəllim, nəfs insanı müvəqqəti zövqlərin arxasınca düşürür və insan gələcəyini düşünmür. Yəni uzaq mənzilli planlar qura bilmir. Sadəcə ani, müvəqqəti istəklərini həyata keçirməyə, müvəqqəti zövqlərini həyata keçirməyə çalışır və nəhayətdə isə ziyana uğrayanlardan olur. Çünki axirəti unudur, Allaha hesab verəcəyini unudur və nəfsinin istəyini həyata keçirdiyi üçün şəxs tərbiyə olunmamış nəfsdən söhbət gedir və sonda peşman olanlardan olur. Bu yenə də övladı misal gətirmək istəyirəm. Ümumiyyətlə övlada, uşağa tərbiyə, təlim-tərbiyə vacib məsələlərdən biridir. Ümumiyyətlə ictimaiyyət arasında da bu müəyyən qədər yer ayrılıb. O cümlədən də ailədə ata-ana bunun vacib bir məsələ olduğunu düşünürlər ki, əksəri belədir. Bəs yaxşı, nəfsi tərbiyə eləmək üçün biz hansı yollara baş vurmalıyıq? Nəfsi hansı yollarla, usullarla tərbiyə eləməliyik? Bunun üçün məktəblər, universitetlər nəzərdə tutulmayıb təbii ki. Amma neyinək biz bununla mübarizə necə aparılmalıdır? İnsanlar necə bilməlidir? Bax, bunu bir aydınlıq gətirəsiniz. Təbii ki, nəfs dediyimiz kimi tərbiyəyə möhtacdır və bunun da üsulları var. Dinimiz bunun üsullarını bizə öyrədir. Bunun ən başda üsulu insan Allah qarşısında hesab verəcəyini şuurundan çıxarmamalıdır. Və ona görə nəfsin təlqinlərinə qarşı özünü hazırlamalıdır. Yəni, bu müvəqqəti zövqlərin ən sonunda peşmançılıq olacağını insan düşünməlidir. Və bundan başqa insan ibadətlər ilə və belə deyək, xüsusən fərz ibadətlərlə, namazla, orucla Allaha yaxınlaşaraq nəfsini cilovlaya bilər. Necə cilovlaya bilər? Yəni, insan Allahı düşündükcə, Allahın böyüklüyünü düşündükcə
və hər bir şeyin Allahın nəzarətində olduğunu düşündükcə, əslində nəfsinin istəklərinin keçici olduğunu və bu istəklərin bir çoxunun şeytandan gəldiyini başa düşər və nəfsini də belə deyək, Allahın istəyinə doğru yönləndirər. İlk başda bu çətin ola bilər. Çünki nəfs elə bir şeydir ki, bu tərbiyəyə möhtacdır və əgər davamlı olaraq insana pisliyi əmr edir ilk başda. Və ilk başda insan onun təlqinlərinə qarşı çıxmaq üçün nəfsini zəiflətməlidir. Bu bir çox dinlərdə də var. Nəfsini zəiflətmək üçün onun istəklərinin qarşısına almalıdır. Orucla ola bilər, çoxlu Allahı xatırlamaqla, zikirlə ola bilər, gecə ibadətləri ola bilər, dualarla ola bilər. Bundan başqa yenə insan təfəkkür etməklə nəfsini belə deyə bilərik, nəfsini nəzarəti altına ala bilər. Allahı təfəkkür etməklə özünü mənəvi olaraq yüksəldərək nəfsini öz nəzarəti altına ala bilər. Bundan başqa üzr istəyirəm. Ver bizim bir misal da var. Ver yeyim, ört yatım. Bu birbaşa elə nəfsə aiddir, doğrudurmu? Nəfsin işi budur. Ver məni, nə istəyirəm, verməlisən. Bəzi insanların da dinindən eşidirik biz bunu. Neyim, ürəyim istəyir axı. İndi o müxtəlif yeməklər olar, başqa şeylər olar, başqa şəhvani həvəslər ola bilər, istəklər ola bilər. Deyim, neyim, axı ürəyim istəyir. Məsələn, axı bu ürəyin istəyir, demək nəfs istəyir də. Nəfs nə istədi, onu mütləq şəkildə verməlisən deyə bir şey yoxdur da bizdə. Yəni insana aid deyil bu. Üzr istəyirəm, heyvanın qarşısında bir axır olur. Elə nə qədər töysən yeyəcək, nə qədər töysən yeyəcək, bunun işi budur da. Quran da buna işarə edir. Təbii ki, ulaikə kəl-ən'am bəl hum əzəm. Bəzi insanlar dörd ayaqlı kimidirlər. Amma axı insan uca bir varlıqdır. Yəni əslində nə üçün, hədəf nə üçündür? Hədəf nədir bizim yaradılmağımızda? Biz nəyə görə yaşayırıq? Hara gedəcəyik biz? Bunlar tam ayrı-ayrı bir məsələlərdir. O baxımdan da nəfsin istəklərinin birbaşa olaraq qarşısında sədd çəkməlidir insanda, doğrudurmu? Yəni bura gətirmək istəyirdim ki, insanı tənbəlləşdirən, insan ürəyim istəyir. Bax, sonda buna da toxunun istəyirəm ki, insanlar var bəzən deyir, mən ürəyim istəyir. Nə etməliyəm? Bax, bu ürək istəmək nədir, nəfs nədir? Buna da bir toxunarsın inşallah. Yəni həqiqətən dediyiniz kimi o ürəyim istəyir demək əslində nəfsim məni sövq edir. Nəfsim istəyir deməkdir. Və nəfs də hər şeyi istəyir, yəni özünə faydalı olan bədənən, yəni bədən praqmatistdir. Faydalı olan şeyləri bu dünya üçün təbii ki, axirət üçün deyil. Bu dünya üçün faydalı olan şeyləri bədən çoxu tələb edir və əziyyətlərdən də qaçır. Və buna görə insanın bədəni zövq istəyir. Baxmır ki, bu məşrudur, qeyri-məşrudur, zövq istəyir və eyni zamanda əziyyətdən, əzabdan da qaçmağa çalışır. Hər hansı bir, belə deyə bilərik, xoşuna gəlməyəcək şeylərdən qaçmağa çalışır. Və buna görə də nəfs və ya ürəyim istəyir şeyi eyni, sözü eynidir. Və burada əsas bizim üzərimizə düşən, biz iradəli bir varlığıq. Nəfsimizə sərhəd çəkməliyik, onu cilovlamalıyıq. Hər ürəyimiz istəyəni etməməliyik, bunu baxmalıyıq. Bu ürəyimiz istəyən dinimizə uyğundurmu və yaxud da cəmiyyətdə xoş qarşılanırmı və ya xoş qarşılanmırmı? Bunları süzgəcdən keçirərək, iradəmizlə qərar verərək həmin istəyimizi, ürəyimizin istədiyini həyata keçirə bilərik. Və bundan başqa özümüzü elə yetişdirməliyik ki, Oqtay müəllim, ürəyimiz hər şeyi istəməsin. Necə hər şeyi istəməsin? Qeyri-məşru işlərdən uzaq dursun, istəməz. Yəni dinimizin haram etdiyi, qadağan etdiyi şeyləri ürəyimiz istəməsin. Onu normal şəkildə tərbiyə etsək, ürəyimiz əslində o şeylərdən uzaq duracaq. Və bu da nəfsin mərtəbələri var, onu da qeyd edərəm istəsəniz. Və burada demək istədiyim budur ki, tərbiyə olunmamış nəfs hər şeyi istəyər, ancaq tərbiyə olunmuş nəfs isə daha sonra sadəcə məşru şeylər istəyər. Yəni qəbul olunan şeylər istəyər. Hər önünə gələni istəməz. Bunun üçün insan nəfsini tərbiyə etmək üçün ifadə etdik ki, ibadətlərini yerinə yetirməlidir. Bundan başqa yenə əməli salih insanlarla yaxın olmalıdır, bir məclisdə olmalıdır. Çünki mühit insana çox təsir edir. İnsan günahkar insanlarla və Allahdan uzaq insanlarla, günaha düşmüş insanlarla bir yerdə oturub durarsa, onlarla çox həmahəng olarsa, o da digərlərindən təsirlənər və
Ona görə insan nəfsini tərbiyə etmək üçün əməl salih insanlarla bir yerdə olmalıdır. İbadətlərinə də davamlı olmalıdır. Yəni. Davamlı dua etməlidir, təfəkkür etməlidir, Allahı zikr etməlidir. Və dedi ki, bundan başqa ölümü xatırlamalıdır. Çünki ölüm həqiqətən zövqləri yox edir. İnsanın dünyəvi, şəhvani hisslərini ölüm yox edir. Və ölümün çox xatırlanması əslində çox gözəl bir nəfs tərbiyə üsuludur. Bəlkə bəziləri ona görə ölümü xatırlamaq istəmir. Deyir, azu xeyriyyat, məsələn, ölümdən danışanda deyir, saxla azu xeyriyyat. Bəlkə də ona görə qaçırlar ki, o həzləri öldürməsinlər də, daxili həzlər var və yaxud da istəmirlər də, yəni nəfslərinə əziyyət eləsinlər. O da əslində nəfsdən gəlir deyə bilərik. Çünki nəfs narahat olmağı da istəmir. Narahat olmaq da istəmir. Deyir, ancaq rahatlıq olsun mənim üçün. Onu oyatmağa çalışan hər hansı bir sözün də qarşısını almağa çalışır. Vaizin də, nasihin də, nəsihət edənin də, ruhaninin də, ilahiyyatçının da, yəni sözündə qulaq asmır ki, bu da nəfsdən qaynaqlanır da. Təbii ki. Çünki xoş şeyləri eşitmək istəmir. Ancaq özünə xoş gələn, onu belə deyək, onu dəstəkləyən, onu yanlış şeylərə sövq edən sözləri, ifadələri çox dinləmək istəyir. Və bundan başqa, yəni bir çox yollar var həqiqətən də nəfsi tərbiyə etməyin. Və bundan başqa deyə bilərik ki, nəfsi tərbiyə etmək insanın tək başına edə biləcəyi bir şey deyil. Bunun üçün davamlı Allahdan yardım istəmək, Allahdan kömək istəmək lazımdır. Hətta Həzrət Peyğəmbər bir duasında bunu çox təkrar edərmiş, bu duanı. Buyurur ki, Allahümmə əti nəfsi təqvəhə. Ey Allahım, nəfsimə təqvasını ver. Təqva, yəni Allahdan çəkinmə, Allahdan qorxma duyğusudur. Nəfsimə təqvasını ver, ona yəni Allahdan çəkinmə duyğusunu ver. Və zəkkihə əntə xayru mən zəkkəhə. Və onu təmizlə, çünki onu təmizləyənlərin, onu saflaşdıranların ən xeyirlisi sənsən. Əntə vəliyyuhə və məvləhə. Onun himayəçisi və onun ağası sənsən, buyurur Həzrət Peyğəmbər. Və Həzrət Peyğəmbər ən təqvalı şəxs, bizim üçün ən böyük örnək olan Həzrət Peyğəmbər nəfsinə qarşı Allahdan hər zaman kömək istəyir. Və biz də müsəlmanlar olaraq Həzrət Peyğəmbəri təqib edərək davamlı olaraq nəfsimizə qarşı Allah Taala'dan yardım istəməliyik və nəfsimizlə mübarizədə Allahın bizə kömək olmasını diləməliyik. Dualarımızda bunu hər zaman təkrar etməliyik. Çünki yenə Həzrət Peyğəmbər bir hədisində buyurur ki, ən böyük cihad nəfsə qarşı olan cihaddır. Yəni nəfsin istəklərinə qarşı olan, onun qeyri-məşru arzularına qarşı olan cihad ən böyük cihaddır buyurur. Və bu cihadda Allahdan davamlı kömək istəmək lazımdır ki, bu cihadda üzaq çıxaq, qalib çıxaq, yoxsa ziyana uğrayanlardan olarıq, Allah qorusun. Və bundan başqa Oqtay müəllim, nəfsin fərqli mərtəbələri də var. Və bu mərtəbələr də Quran-ı Kərimdə ifadə olunur. Xüsusən təsəvvüf alimləri və digər alimlər nəfsin Quran-ı Kərimdə nəfslə bərabər işlənən sifətlərə görə ona fərqli mənalar verirlər. Məsələn, nəfsin ən aşağı mərtəbəsi nəfs-i əmmarə deyirlər. Nəfs-i əmmarə davamlı olaraq əmr edən, yəni pisliyi əmr edən, arzuların arxasınca düşməyi əmr edən nəfsdir. İnsanı bədbəxt edən. Bəli, bu nəfs-i əmmarədir. Və bu barədə Yusuf surəsi 53-cü ayətdə buyurulur ki, Yusuf aleyhissalamın dilindən buyurulur. Bismillahirrahmanirrahim. Və mə uberri'u nəfsi fə innən nəfsə ləəmmərətun bis-su'i illə mə rahimə Rabbi. Mən, Yusuf aleyhissalam buyurur ki, mən nəfsimi təmizə çıxarmıram. Həqiqətən nəfs davamlı olaraq pisliyi əmr edər. Yalnız Rəbbimin rəhm etməsi, Rəbbimin kömək etməsi istisna. Rəbbimin kömək etməsi istisna, nəfs daim olaraq pisliyi əmr edir. Və bu nəfsin bu mərtəbəsinə alimlər nəfs əmmarə deyirlər. Yəni əmr edən nəfs, davamlı olaraq pisliyə yönəldən nəfs. Bundan başqa nəfs-i ləvvamə var. Nəfs-i ləvvamə qınayan nəfsdir. Yəni insan bir pis iş görəndə özünü qınamağa başlayır. Artıq bu əmmarədən bir üst mərtəbədəki nəfsdir. Bu barədə yenə Qiyamət surəsi 2-ci ayətdə buyurulur ki, Allah Taala qiyamət gününə and içir, daha sonra isə nəfsi ləvvaməyə and içir. Və la uqsimu bi nəfsil ləvvamə. Yəni and olsun özünü qınayan nəfsə. Bu nəfs də deyə bilərik ki, əmmarədən sonra gələn ikinci bir mərtəbədir. Və bundan sonra isə yenə Quran-ı Kərimdə başqa bir mərtəbədən bəhs olunur. Buna isə nəfs-i mutmainnə deyirik. Nəfs-i mutmainnə isə arxayın olan nəfs, xatircəm olan nəfs, rahatlıq tapan bir nəfs. Bu barədə də Fəcr surəsi 27-ci ayət və 30-cu ayətlərdə
buyurulur. Bismillahirrahmanirrahim. Ya eyyetühen nefsul mutmainneh irci'i ila rabbiki radiyeten merdiyyeh fedhuli fi ibadi vedhuli cenneti. Burada Allah Teala buyurur ki, ey arxayın, xatircəm olan, rahatlıq tapan nəfs, öz Rəbbinə dön, sən ondan razı olaraq, o səndən razı olaraq öz Rəbbinə dön və qullarımın arasına daxil ol, əməl salih qullarımın arasına daxil ol və cənnətə daxil ol şəklində ayədə ifadə olunur. Burada nəfs-i mutmainnədən bəhs olunur. Bundan başqa yenə alimlər, xüsusən dediyim kimi təsəvvüf alimləri buna fərqli mərtəbələr də əlavə edirlər. Yenə Quran-ı Kərimdəki ayələrə isnad edərək nəfsin bu 3 mərtəbəsindən başqa nəfs-i mulhəmənin olduğunu, xüsusən ləvamədən sonra nəfs-i məlhəmə olduğunu, ilham edən nəfs və bundan sonra yenə Fəcr surəsində buyurduğu kimi radiyə, mərdiyə deyilən mərtəbələrin olduğu, yəni razı olan və razı olunmuş, Allahın razı qaldığı nəfs mərtəbələrin olduğu və bundan sonra ən son isə nəfs-i kamilə dedikləri kamil nəfsdən söhbət gedir ki, bu da yenə Quran-ı Kərimin fərqli ayələrindən alimlər isnad edərək nəfsin fərqli mərtəbələri olduğunu çıxarırlar. Və bu şəkildə deyə bilər ki, nəfsin əsasən 3 mərtəbəsi var, ancaq bəzi alimlər bunu 5-ə və 7-yə çıxarırlar. Bəli. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun Elm müəllim. Çox da faydalı bir bəhs idi, proqram idi. Bir daha sağ olasınız, var olasınız. Əziz və möhtərəm izləyicilər, Allah hər birimizə yardımcı olsun. Nəfsimizlə mübarizədə inşallah qələbə çala bilək. Hər birinizə uca olan Allaha əmanət edirəm. Sağlıqla qalın. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne amiral mu'minin Aliyan veliyullah. Eşhedü enne Mevlana amiral mu'minin Aliyan hüccetullah. Hayya ala salati, hayya ala salah.
حي على الفلاح حي على الفلاح حي على خير الأعمال حي على خير الأعمال الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله وصلى الله على سيدنا محمد وآله وسلم بسم الله الرحمن الرحيم اللهم ارزقني فيه فضل ليلة القدر وصبر أموري فيه من العسر إلى اليسر واقبل معاذيري وحط عني الذنب والوزر يا رؤوفا بعبادي الصالحين. 27-ci günün duası. Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et. İşlərimi çətinlikdən asanlığa apar. Üzürlərimi qəbul et. Boynumdan günahı və ağır yükü tök. Ey salih bəndələrinə mehriban olan. يا علي يا عظيم يا غفور يا رحيم يا علي يا عظيم يا غفور يا رحيم أنت الرب العظيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير الذي ليس كمثله شيء وهو السميع البصير يا علي يا عظيم يا غفور يا رحيم أنت الرب العظيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير الذي ليس كمثله شيء وهو السميع
السميع البصير. وهذا شهر عظمته وكرمته وشرفته وفضلته على الشهور، وهو الشهر الذي فرضت صيامه عليه، وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان، وجعلت فيه ليلة القدر وجعلتها خيرا من 1000 شهر. فيا ذا المن ولا يمن عليك، من علي بفكاك رقبتي من النار، في من تمن عليه وأدخلني الجنة، وأدخلني الجنة برحمتك يا أرحم الراحمين. Bağışlayan və mehriban Allahın adıyla. Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O eşidən və görəndir. Bu Ramazan ayı sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruç tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. O elə bir aydır ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda Qədr gecəsini yerləşdirib, onu 1000 aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhimlisi. Sənsən böyük Allah. Bismillahirrahmanirrahim. Allahumma adkhil ala ahlil kuburi surur. اللهم أغني كل فقير. اللهم أشفي كل جائع. اللهم اكسو كل عريان. اللهم اقضي دين كل مدين. اللهم فرج عن كل مكروب. اللهم رد كل غريب. اللهم فك كل أسير. اللهم
أصلح كل فاسد من أمور المسلمين اللهم اشفي كل مريض اللهم سد فقرنا بغناك اللهم غير سوء حالنا بحسن حالك اللهم اقضي عنا الدين وأغننا من الفقر إنك على كل شيء قدير. İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acıları doyuzdur. İlahi, paltarı olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərinin fasidlərini islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, sən hər bir şeyə qadirsən.